Salam əziz xanımlar. Bu isti yay günlərində bugün sizinlə ev şəraitində az ərzaqla və yetərincə ləzzətli bir dondurma resepti paylaşacağım. Bunun üçün bizə lazımdır yarım litr süt, 1 stəkan ölçümüz 250 mg şəkər tozu, 3 ədəd yumurta, 1 paçka da vanil. Buyurun, izləyin, biz də başlayaq. Əvvəlcə südümüzü sobamızın üzərinə alırıq və sobamızın südümüz 40-50 dərəcə temperaturda yılıqlanana qədər isidirik. Çox isitmək lazım deyil, 40 dərəcə, 50 dərəcə kifayət edir. Əvvəlcə yumurtalarımızın sarısını ağından ayrılmağa başlayırıq. Hər üçünün ağını sarısından ayrılır. Yumurta sarılarımızı karıştırırıq. Lamotdan yumurtalı süt karışımımızı karıştıra pişirmeye başlayırıq. Qaynayıb qatlaşana qədər bu proses davam edəcək. Budur, sütlü karışım, yumurtalı karışımımız artıq qaynamağa və qatılaşmağa başlayıbdır. 2-3 dəqiqədə belə qaynayıb qatlaşdıqdan sonra ocaqdan götürürük və soyması üçün bir kənara qoyuruq. Soymasını gözləyirik. Tam soymalıdır. Başka bir qabda 3 yumurtanın ağı və 1 stəkan şəkər tozunu ağarıb qatlaşana qədər artıq yumurtalı qarışımımız hazırdır. Yumurtanın ağı və bayaq südlə pişirdiyimiz sarısını əlavə edib qarışdırırıq. Tam bir-birinə qarışsın və bir paçka vanil əlavə edirik. Qarışımımızı dondurma qabına əlavə edirik və dondurucuda bir gün tam donması üçün gözlədirik. Tam donduqdan sonra artıq dondurmamız hazırdır. Dondurmamız hazırdır. Bir gün dondurmada qalır soyuducunun dondurucusunda və bir günün sonunda dondurmamız artıq hazırdır. Çox ləzzətli. Siz də evinizdə hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Dəstək üçün, belə videoların davamı üçün də videomuzu bəyənib kanalımıza abunə olun. Hələlik.